Hər vaxtın xeyir olsun ay Salih. Deməli 2008 Rio sedan modellərinin arxa buferləri gəlib. Radardan da var, radarsız da var. 2008 Rio'lar bildiğinde sedan modellerine. Sonra burada Hezbek, Hezbek 2008 Kia Rio Hezbek. Benzin, dizel fərqi yoxdur. Atrajatından olan. Ortasında atrajatı var. Bayaqında. Katlı katsız Sonatalar. Mesela radarlı radarsız. Bak görsən işçilərdə üzərindədir. İdeal vəziyyətdədir. Bu da katsız Sonatandır. Radarlıdır. Bak bu da katlı Sonatandır. Görsünüz radarlıdır. Sonra burada 2011 Sonata. Bak görürsünüz radarlı da atrajatlarından bir yerde. Burada da yine katlı. Bu 2011 olanlar da Sonatalarındır. Bak bu gördüğün Optima'nın. Sarı. Bir tane zahmet olmasa çək Optima'nın. Sonra 2008 katsız Sonatandır. 2006'larda zaten gelir. Bu da katlı Sonatadır. Klasiktir. Bu da radarlıdır. Sonra o da Azera'nındır. 2013 Boşa Kursidir Azera'nın arka buferidir. Sonra i30'undur. i30 Hezbek'lere aittir. Universal değil bu. i30 bir de i30 2013'cü təzə modelə aittir. Təzə modelə aittir. Bak burada elə bir də buferimiz var. Sonra Kia Ceed. Kia Ceed Hezbek'in. Hezbek'li i30 təzə model 2013'cü ildir. Burada hardansa bir damazlıq gəlib bura düşüb. Opel. Opel'e bak bir dənə. Sən məndən boyunca baxırsan. Gəl bir baxda bir video edişlər, sən də qaşıya gəlsən. Görsən damazlıqdır bu. Optimadır. Sonra bunlardaki köhnə model i30 Kia 2013-cü il 11 12 13 bunlar da Kia Rio Hezbek'lərindir. 203 kuza Çeşkanındır. Bunlar da Çeşka 202 kuzalarındır. Zəhmət olması yaxınlar. Bu malların hamısı bir-bir səfər bakıyorlar. Sonra burada kardeşler Aksent 12 13 11 modelin Aksent'indir. Aksent köhnə modellərindir. Yavaş-yavaş da hamısı mallar gəldiysən sizə göstərəcəm. Öpürəm var olun. Takip edin, like eləyin, Mamoğlun unutmayın. Bax sizə deyirəm, Mamoğlun unutdunuz heç nə oldu eləmin. Öpürəm.